Hər vaxtınız xeyir olsun. Sizə gözəl bir xəbərim var. Çox gözəl bir xəbərdir. Bunu gözləyənlər üçün təbii ki, bir çoxuna çıxış eləyəndə, danışanda, max edəndə acığına gəlir, bitər dedim falan. Amma deyək ki, Müdafiə Nazirliyi müddətdən artıq həqiqi xidmətə qəbul elan edir. Bu bizim bildiyimiz MAXE kursu deməkdir. Yəni burada pis heç nə yoxdur. MAXE kursu elan edir. Deməli, sənədlərin qəbulu 2025-ci il 30 aprelə qədərdir. Və qəbul prosesi iki qaydada olacaq. Bir, elektron qaydada. Ümumiyyətlə bu çox asanlaşdırılıb. İkinci isə sənədlərin qəbulu Bakı üzrə, deməli, hərbi institutda təqdim edilməlidir. Bu Polad Həşimov küçəsi 9A-da yerləşir hərbi institut. İkinci isə Məşğulluq Agentliyinin məşğulluq filiallarında şəhərlər üzrə, deməli, Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir, Quba, Ağcabədi və Şirvan şəhərlərində yerləşən agentliyə yaxınlaşıb, yaxın ərazilər sənədləri hətta ora təqdim edə bilərlər. Yaş 30-a qədər, amma belə bir şey var. 156A 156-cı maddənin A bəndinə əsasən hansı ki xidmət müddəti başa çatmış və 156G bəndinə əsasən ixtisara düşmüş hərbi qulluqçular hansı ki bu maddə ilə bənd ilə ehtiyatda buraxılanlar isə 40 yaşı tamam olmamış müraciət edə bilərlər və sənədləri aidiyyəti üzrə təqdim etməlidirlər. Yəni bu qaydalar ümumiyyətlə asanlaşdırılıb, həm onlayn qaydada, həm regional qaydada olacaq. Məşğulluq idarələrində yaxınlaşıb filiallarına sənədlərinizi təqdim edə bilərsiniz. 30 aprelə qədər uğurlar olsun hər birinizə uşaqlar. Vətənin keşiyində durmaq hər birimizin borcudur. Buyurun, müraciət edin, vətənə xidmət edin.